Biz xəritədə, Azərbaycan xəritəsində, yəni Bakıda o Qartalın dimdik olan hissəsinin ən axırına doğru gedirik. Həm sağımız dənizdir, həm solumuz o tərəfdə də dənizdir. Bilməm indi kamera görünür yoxsa yox. Həmçinin sağ tərəfdə də dənizdir və artıq ön tərəfdə də dənizi görürəm. İçəri daxil olduq. Bura Abşeron dövlət qoruğudur. Dövlət qoruğunun arasındayıq. İçəri tərəflər ancaq belə torpaq sahələri. Bir dənə sadəcə çay içmək kafe kimi bir yer var. İndi lap axıra da gedəcəyik. Oradan da sizi tanış edəcəyik. Dostlar, gecə-gecə gəlib o baxıra çıxırıq. Xəritəni göstərim. Tam axırdayıq. Deməli, sağımızda dimdiyin belə deyək də, yəni axır tərəfində sağ da dənizdir, sol da dənizdir. Və bir dəniz olur. Nəyə görə belə bir kanlı çəkirəm ki, həmişə bizə şəkildə birbaşa olaraq Qartalın axır hissəsini gəldik, şəkli paylaşırlar. Və sağdan soldan həqiqətən də həmin fonda mövqedə olduğumuzu göstərmək. Hələ də gedirik. İnsanlar da çoxdur.